Azərbaycan Konstitusiyasına əsasən Prezidentin təqdimatı ilə Milli Məclis Baş Prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qeyd edək ki, Kamran Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Baş Prokuroru təyin edilmişdir. Onun səlahiyyət müddəti bugün başa çatıb və yenidən Baş Prokuror təyin edilməsinə Milli Məclis razılıq verib. Və dostlar, bugün biz danışacağıq indiyə qədər Azərbaycanda nə qədər baş prokuror olub və bu prokurorlar içərisində ən hörmətli, ən nüfuzlu kimlərin adları çəkilir. Bu barədə danışacağıq. Amma qəribə bir postdur dostlar. Bu posta təyinat almış şəxslərin aqibəti ilə bağlı danışacağıq. Bundan əvvəl bilirsiniz ki, baş prokuror Kamran Əliyevdən əvvəl Zakir Qaralov idi. Ondan əvvəl Eldar Həsənov idi. Nəsə bu postla bağlı elə bil ki, başı bəlalı post. Çünki onların aqibəti ilə də bağlı sizə məlumat verəcək. Beləliklə dostlar, Azərbaycanda baş prokurorların müəmmalı lənəti, onlar necə gəldi, necə getdi? Belə bir məqala yazılıbdır. Qlobal İnfazın məqaləsidir. Onu təqdim edirəm sizlərə. Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatdı. Qanunvericiliyə əsasən baş prokuror 5 il müddətinə təyin olunur. Bugün də Milli Məclis yenidən baş prokuror təyin etdi. Bundan əvvəlki dəqiqələrdə dedim dostlar, Kamran Əliyev yenidən 5 il müddətinə Azərbaycan Respublikasının baş prokuroru seçildi. Ölkəmizdə ən yadda qalan məşhur baş prokurorlar kimlərdir? Qlobal İnfaz Azərbaycanda baş prokuror olan şəxslər barədə məlumat əldə edibdir və həmin məlumatı sizlərin diqqətinə çatdırırıq. Müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov olub. İsmət Qayıbov, o 23 yanvar 1990-cı ildə bu posta təyinat alıb. Qayıbov cəmi 1 il baş prokuror kimi fəaliyyət göstərib. Belə ki, o 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra dövlət xadimi ilə birgə içində olduğu 1008 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Ölkənin ikinci baş prokuroru Murad Babayev olub. Murad Babayev 26 noyabr 1991-ci ildə baş prokuror təyin edilən Babayev 1 illik fəaliyyətdən sonra 14 oktyabr 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi nəticəsində vəzifədən gedib. O, 2013-cü ilin yanvar ayında ürək tutmasından vəfat edib. Ardınca baş prokuror vəzifəsinə İxtiyar Şirinov təyin edilib. Əziz dostlar, dəyərli tamaşaçılar, mən auditoriyaya müraciət edirəm. Xatırladığınız ən yaxşı baş prokuror kimdir Azərbaycanda? Kimlər yadda qalıb? Xahiş edirəm, yazın. Ardınca baş prokuror vəzifəsinə İxtiyar Şirinov təyin edilib. 1992-ci il 14 oktyabrda vəzifəyə gələn Şirinovun da fəaliyyəti 1 ilə məhdudlaşıb. O, 30 iyun 1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi səbəbindən vəzifədən uzaqlaşdırılıb. İxtiyar Şirinov 1993-cü ilin iyun ayında bir qrup dövlət adamı ilə birlikdə
Gəncə şəhərində Surat Hüseynovun qiyamçı dəstəsi tərəfindən girov götürülmüşdü. Ona girovluqda olan da o vaxtki prezident Əbülfəz Elçibəyin həbsi ilə bağlı order imzalamışdılar. Deyilənə görə İxtiyar Şirinov bu addımı işgəncələrə dözməyərək atıb, o 2022-ci ilin 14 noyabr tarixində vəfat edib. Həmin ilin 3 iyul tarixində baş prokuror vəzifəsi Əli Ömərova həvalə edilib. Əli Ömərov. Təəssüf ki, o da təxminən 1 il vəzifədə olub. Belə ki, 1994-cü ildə 8 oktyabr 1994-cü il tarixində Ömərov işindən kənarlaşdırılıb. Əli Ömərov Rövşən və Mahir Cavadov qardaşlarının baş prokurorluğun binasına hücum zamanı döyülmüş, işgəncə görmüşdü. O, ASTV-nin efirinə çıxaraq Xətai rayonunun o vaxtki baş prokuroru Mahir Cavadov tərəfindən necə döyüldüyünü detallı izah etmişdi. Daha sonra bu posta Eldar Həsənov təyin edilib. Eldar Həsənov. O, 1995-ci il 22 martdan fəaliyyətə başlayıb. Dəyərli dostlar, Əli Ömərovla bağlı siz xatırlayırsınız ki, Əli Ömərov təqribən bir ay bundan qabaq bizim efirimizdə Murovdağ qış əməliyyatı ilə bağlı açıqlama verdi. Çünki onun adı orada hallanırdı. Bəzi ittihamlar səsləndirilirdi haqqında və Murovdağ qış əməliyyatında hansı vəzifəni yerinə yetirib, Murovdağ silsiləsində kimlə ora gedib. İndi bu mövzularımız dostlar hələ ki davam edir. Çünki bir nəfər zəy vurmuşdu, Əli Ömərov ora Nəzməddin Sadıqovla gəlmişdi, Ağniva və ermənilər oranı atəşə tutdu. Bunlar Ağniva markalı maşından hadisə yerindən uzaqlaşdılar. İndi bu barədə yəni ki çalışarıq Əli Ömərovun özündən açıqlamalaq. Və niyə qədər bilmirəm, bilirsiniz yoxsa yox, Azərbaycan Silahlı Qüvvələrində, Azərbaycan ordusunda, Daxili İşlər Nazirliyində, Sərhəd xidmətində, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrində ən yüksək rütbəli zabit ordu generalı Əli Ömərov. Siz bunu bilirdinizmi əziz dostlar? Bəli, Əli Ömərov. Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə Azərbaycanda ən yüksək rütbəli şəxs, ordu generalı adını daşıyan Əli Ömərovdur. Davam edirəm əziz dostlar, dəyərli tamaşaçılar, davam edirəm və Eldar Həsənov, Əli Ömərovdan sonra Eldar Həsənov. Təəssüf ki, o da daha sonra bu posta Eldar Həsənov təyin edilib. Eldar Həsənov, o 1995-ci il 22 martda fəaliyyətə başlayıb. Digər baş prokurorlardan fərqli olaraq 5 il vəzifədə qala bilib. 21 aprel 2000-ci il tarixdən Eldar Həsənov artıq ölkənin baş prokuroru olmayıb, o fəaliyyətini səfir kimi davam etdirib. Azərbaycanın Rumuniyada 2001-2013, Bosniya-Hersegovinada fövqəladə və səlahiyyətli səfiri 2013-2020-ci illər olub. 2020-ci ilin avqust ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2022-ci ilin yanvar ayında 10 il azadlıqdan məhrum edilib. Həmçinin həmin il 25 apreldə Zakir Qaralov Azərbaycanın baş prokuror postuna gətirilib. Dostlar, 2022-ci ilin yanvar ayında 10 il azadlıqdan məhrum edilən Eldar Həsənovun baş prokuror kimi fəaliyyətini necə qiymətləndirirsiniz? Çox xahiş edirəm, yazın. Və həmin il 25 apreldə Zakir Qaralov
Azərbaycanın baş prokuroru təyin edilib. Zakir Qaralov. O, bu vəzifədə uzun müddət qalmaqla rekord qırıb. Belə ki, Zakir Qaralov 20 il baş prokuror kimi fəaliyyət göstərib. 1 may 2020-ci ildə isə kreslosundan ayrılmalı və yerini Kamran Əliyevə verməli olub. Qeyd edək ki, Xalq Cumhuriyyəti dövründə Azərbaycan prokuroru orqanlarının ilk rəhbəri Xəlil bəy Xas Məmmədov 28 may 1918 17 iyun 1918-ci il olub. Sovet Azərbaycanının ilk baş prokuroru isə Əlheydər Qarayev olub. 28 aprel 1920-1920-ci illər. Əziz dostlar, Azərbaycan Respublikasının baş prokuroru kim olub, kimlər olub, müstəqil Azərbaycanın danışdıq və Azərbaycan Xalq Cumhuriyyəti dövründə Azərbaycan prokurorluq orqanlarının ilk rəhbəri Xəlil bəy Xas Məmmədov 28 may 1918-ci il 17 iyun 1918-ci il. Sovet Azərbaycanın ilk baş prokuroru isə Əlheydər Qarayev olub. 28 aprel 1920 və 1921-ci illər. Bütün bunları siz bilirdinizmi əziz izləyicilər? Bilmədinizsə bəyənin, paylaşın, bir-birinizə ötürün və bu postla bağlı fikirlərinizi də yazın. Amma əziz dostlar, mən həmişə nəyi fikirləşmişəm? Niyə Azərbaycanın baş prokuroru olmuş şəxslər adları belə bir qalmaqallarda hallanır? Məsələn, bunun biri deyil, ikisi deyil. 2 nəfərə işgəncə verilib. Məsələn, mən danışdım bu şəxslərlə bağlı və işgəncə verilərək zorla prezidentin həbsi ilə bağlı order imzalatdırıblar. İxtiyar Şirinova 30 iyun 1993-cü ildə Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyi səbəbindən vəzifəsindən uzaqlaşdırılan İxtiyar Şirinov, demək, vəzifədən uzaqlaşdırılan bu şəxs Gəncə şəhərində Surat Hüseynovun dəstələri tərəfindən girov götürülüb. Ona girovluqda olanda o vaxtki prezident Əbülfəz Elçibəyin həbsi ilə bağlı order imzalatmışlar. Və deyilənlərə görə İxtiyar Şirinov bu addımı ona görə atıb ki, ona ağır işgəncələr verib və işgəncələrə dözməyib. Qeyd edək ki, 2022-ci ilin 14 noyabr tarixində vəfat edib. Əli Ömərovla bağlı danışdım, Eldar Həsənovla bağlı danışdım, İxtiyar Şirinov, Murad Babayev, İsmət Qayıbov və müstəqil Azərbaycanın da ilk prokuroru İsmət Qayıbov olub. Hər halda bunu da bilərsiniz.